Biz bu təsərrüfata sıfırdan başlamışıq. İlk gündən məqsədimiz sadə olub. İnsanlara güvənlə istehlak edəcəyi məhsulu təqdim etmək. Hər səhər işə gələndə bilirik ki, bizim gördüyümüz iş birbaşa insanların həyatına toxunur. Ona görə də hər detalımız bizim üçün önəmlidir. Yemindən tutmuş baxımına qədər. Mən Abdullah Hüsal Vahidoğlu, Şirvan Poultry Company MMC-nin icraçı direktoru. İllər keçdikcə təsərrüfat böyüdü, amma yanaşmamız dəyişmədi. Bizim brend üçün əsas olan şey dürüstlük və sabit keyfiyyətdir. 15 ildir yurdumuzun doğma marketi olan Arazla əməkdaşlıq etmək bizim üçün xüsusi bir mərhələdir. Çünki bu yalnız satış kanalı deyil, bu illərdir insanların güvəndiyi, keyfiyyətə önəm verən bir şəbəkə ilə tərəfdaşlıq deməkdir. Bu əməkdaşlıqdan sonra təsərrüfatımızda ciddi inkişaf hiss olunmağa başlandı. İstehsal həcmini artırdıq, prosesləri daha da təkmilləşdirdik və komandamızı böyütdük. Ən əsası isə məhsullarımız daha geniş auditoriyaya çatdı və biz öz üzərimizə daha çox işləməyə başladıq. Bu bizim üçün sadəcə artım deyil, yeni bir məsuliyyət mərhələsi oldu. Arazın geniş şəbəkəsi və formalaşdırdığı müştəri etimadı sayəsində biz də öz brendimizi daha möhkəm şəklində bazara təqdim edə bildik. Bu əməkdaşlıq bizi həm daha güclü, həm də daha iddialı etdi. Ən böyük qazanc isə odur ki, insanlar məhsulumuzu seçir, bizə etibar edir. Bunun üçün çalışırıq və çalışmaqda davam edəcəyik.